Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə çox dadlı, ləzzətli, soyuq feyxoya mürəbbəsi hazırlayacağım. Bunun üçün mən 1 kilo feyxoya götürmüşəm. İlk öncə feyxoyanın uç hissəsini və arxa hissəsini belə kəsirəm. Qabın içərisinə yığıram. Qeyd edim ki, öncədən feyxaları yaxşıca yumuşam, təmizləmişəm və suyun çəkilməyə qoymuşdum süzgəcin içərisinə. Burada təmizlənmiş kilo yarım feyxa var və içərisinə 550 qram şəkər tozu əlavə edəcəm. Əlbəttə ki, ət maşından keçirdikdən sonra. Yenə qeyd edirəm, mən bu günlərim soyuq feyxa mürəbbəsi hazırlayıram. Vitamin deposu olan soyuq feyxa mürəbbəsi. Başlayaq işə. Feyxanı ət maşından keçirirəm. Ət maşından keçirdiyim feyxaların üzərinə şəkər tozunu əlavə edirəm. Yaxşıca həll olana kimi qarışdırıram. Üç-dörd dəqiqə bu formada qarışdırıram. 3-4 dəqiqədir qarışdırıram və qoyuram. Hardasa bir neçə saat qalsın. Arada gəlib qarışdıracağım. Ta ki şəkər tozu tam əriyənə kimi. Əridikdən sonra isə öncədən yuyub sterilize etdiyim bankaları yığacağım, qoyacağım soyuducuya, qalsın, istifadə edəcəm. Bilirsiniz ki, meyvəni bişirdiyimiz zaman vitaminləri tam qalmır, ölür. Ancaq bu cür hazırladığımız zaman vitaminlər içərisində qalır, həm də çox dadlı, ləzzətli mürəbbə alınır. Mütləq siz də hazırlayın. İndi isə bunu qoyuram qalsın, daha sonra yığacağım bankalara. Mürəbbələrimiz hazırdır. Bir dənə 800 qramlıq bankə, bir dənə 1 kiloluq bankə və bir qəttdan belə mürəbbəmiz alındı, soyuq mürəbbəmiz. Qeyd edim ki, mən burada kilo yarım feyxa istifadə etdim və 600 qram şəkər tozu əlavə etdim. Qapaqlarımı bağlayıram. Və qoyuram soyuducuda qalsın. Yenə qeyd edirəm, isteyə görə soyuducuda deyil də soyuq yerdə saxlaya bilərsiniz. Tam da sezonlukən feyxa kompotu hazırlayıram. Qaynatmadan feyxa kompotu necə hazırlayıram? Gəlin sizlərlə birlikdə hazırlayaq. İlk öncə feyxaları yaxşıca yumuşam, onu qeyd edim. Uc hissələrini təmizləyirəm. Deşləkləyirəm. 3-4 hissədən deşləkləyib qabın içərisinə əlavə edirəm. En sevdiğim kompotlardan deyərdim ki, birincisidir feyxa kompotu. Əgər hazırlamamışsınızsa mütləq hazırlayın. Mağazada satılanlardan heç də fərqlənmir. Çox dadlı, ləzzətli alınır. Bankalara yudum, qaynar su ilə sterilize etdim və öncədən təmizlədiyim, deşləklədiyim feyxaları belə aroma qablarının içərisinə yığıram. Aromaların içərisinə meyvələri əlavə etdim. Üzərindən də gördüyünüz formada bir deməli armudu istəkən şəkər tozu əlavə edəcəm. Əgər şirinliyi çox sevirsinizsə, bu zaman adi çay stəkanına da içərisinə şəkər tozu əlavə edə bilərsiniz. Hazırladığım bankelerin içerisine kaynar su əlavə edirəm.
Kompotlarımız da demək olar ki hazırdır. 2-3 dəqiqə havasının çıxmağını gözləyirəm, qapağını keçirdirəm, ədyanın arasında bükürəm. Mütləq ədyanın arasında bükün ki biz bu kompotları qaynatmırıq. Ədyanın arasında qoyduğumuz zaman gec soyuyur, qaynatmış qədər oluruq. Buna görə mütləq ədyanları bükürük. İndi 2 dəqiqə gözləyirəm bu qabarcıqlar çıxsın, meyvənin qazı çıxsın, ağzını bağlayıb qoyacağam. Kompotlarımız da hazırdır. Ağzını bağladım. İndi isə qoyacağam ədyanın arasına. Mürəbbəmiz də hazırdır. Bir yerdə həm kompot hazırladım, həm də soyuq mürəbbə hazırladım. Mütləq siz də videoya baxaraq hazırlayın. Əminəm ki bəyənəcəksiniz. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda görüşərik.